Vallahi, inşallah indi mən sizə bəzi hadisələri danışacağım. Dəhşətə gələcəksiniz. Bizim Mədinə tələbələrindən bir qardaşımız mənə danışdı ki, onların təfsir müəllimi olub, Quran-ı Kərimdən təfsir müəllimləri olub və deyir ki, onun bir dostu olub Kuveytdən, çox imkanlı, çox varlı bir insan olub. Və yer üzünün elə bir yeri yoxdur ki, Allah üçün orada məscid tikdirməsin həmin o insan. Gedərdi, pulla alardı o yeri və Allah üçün orada məscid tikdirərdi. Gəlir Saudiyyə, Saudiyyənin hansısa bir ucqar kəndində, səhranın ortasında yer alır və deyir ki, mən orada Allah üçün məscid tikdirəcəm. Və bilirsiniz ki, məscidin inşasında iştirak etmək, hətta məscidə bir ovuz belə qumla yardım etsək, gəlib o qumu qatışdırmaq da belə sənin üçün savabdır. O məsciddə nə qədər ibadət olunacaqsa, cəmaat namazları qılınacaqsa, o savab sənə də gələcək. O məsciddə nə qədər elmi dərslər keçiriləcəksə, nə qədər Quran oxunacaqsa, nə qədər zikirlər olunacaqsa, o savablardan hər birindən sənə də gələcək. Bu insan məscid üçün sahəni alır, fəhlələrini tutur, bütün nə avadanlıq lazımsa onların hər birinə təmin edir onları və oradakı fəhlələrə tapşırır ki, heç kəsdən heç bir dənə mismar da belə götürməyin. Sizə nə lazımdırsa mən alıb verəcəm. Yəni o savabı özü nail olmaq üçün. Bir günləri yatır, yuxusunda görür ki, cənnətdədir və böyük bir sarayın içərisindədir. Və o sarayın içində gezir. O sarayın içindən gezir və dolaşdıqdan sonra gəlir qapısından çölə çıxanda görür ki, sarayın həyətində balaca bir daxma var. Köhnə bir daxma. Yuxudan ayılır və təəccüblənir yuxusuna, görürsən bu nə yuxudur belə. Ki, o cürə gözəl bir sarayın həyətinə düşəndə görür ki, həyətində balaca bir daxma var. Gəlir fəhlilərin yanına, deyir ki, kimdən nə götürmüsünüzsə boynunuza alın. Onlar deyirlər ki, andaman eləyirlər ki, heç kəsdən heç bir şey götürməmişik də. Sən necə bizə tapşırıq vermisənsə, hər bir şeyi özümüz təmin etmişik, hər bir şey almışıq, nə vermisənsə biz onu da eləmişik. Artıq heç kəsdən heç bir kömək götürməmişik. Birdən yadlarına düşür ki, hə, bir dənə deyir, burada qoca qadın var. Onun belə köhnə bir dənə vedrəsi var idi. Palçıq qatışdırmaq üçün ondan icazə alıb götürmüşük o vedrəni. Gəlir o qadının evinə, görür qadın oturub həyətində. Gəlir, girir həyətinə, deyir, anam, vedrə də asılıb ağacdan. Deyir ki, o vedrəni sat da mənə pulla. Alım səndən o pulu. Qadın deyir ki, elə başını salıb aşağı, deyir ki, yox, satmıram, deyir, oğlum, deyir. Gel. Deyir ki, sənə ona məsələ üçün $1000 pul verirəm. Köhnə bir dənə vedrədir də. Deyir, yox, oğlum, istəmirəm, deyir, satmıram. Deyir, $2000 verirəm, ver mənə o vedrəni. Deyir, yox, oğlum, deyir, satmıram, deyir. Başını qaldı, deyir ki, oğlum, deyir, get. Sən o gördüyün yuxu var, o yuxunu deyir, mən də görmüşəm, deyir. Allahu Ekber. İnsan Allah yolunda balaca bir dənə vedrəsi ilə Allah yolunda kömək etdiyi üçün Allah Taala ona o cürə yuxunu göstərdi ki, yəni səndə də o saraydan var cənnətdə. Ona görə də hər bir mömin, hər bir müsəlman hər hansısa bir şeyi ilə o cənnəti qazana bilər. Şərt deyil ki, sən nəsə böyük bir iş görəsən. Vallahi. Bu günləri əksəriyyətimiz düşünür ki, gərək imkanı olasan məscid tikdirəsən. Bilirsiniz ki, Türkiyədə bəlkə də yer üzündə, bəlkə də 100%dir. Bu, yer üzündə məscidlərin sayına görə ən birinci olan bir ölkədir. Elə bir küçə yoxdur ki, Binəqədi kimi, məsələn, rayonda bəlkə də bir 10 dənə, 15 dənə məscid olacaq Türkiyədə. Və orada olan hər bir insan da hərisdir ki, Allah yolunda məscid tikdirsin. Lakin bizdə hərisdirlər şadlıq evləri tikdirməyə. Bizdə insanlar hərisdir, indi moda düşüb xəstəxanalar tikdirməyə. Bir dənə rayonda 10 dənə xəstəxana olur. Sözsüz ki, bunlar hamısı pul tələsidir, insanlardan pul almaq üçündür. Vallahi. Lakin o insanlar bunları tikdirsələr, xəstəxana tikdirmək lazımdır, demirəm tikdirməsinlər. İnsanların xeyri üçündür. Lakin o cür şeyləri tikdirən düşünməlidir ki, mən bunu edirəmsə, Allah üçün bir dənə məsciddə tikdirim. Bizdə əksinədir, məscidləri bu günləri bağlayırlar. Allahdan qorxmalıdır o insan ki, o məscidi bağlayır. Allah Taala onun evi ilə qarşı yer üzündən silər, Allaha and olsun. Türkiyədə kasıb bir insan olur. Dəhşət kasıb olur. Allah Subhanahu Taala'nın lakin istəyi o idi ki, Allah üçün məscid tikdirsin.
Və Allah Teala dua edirdi ki, ya Rəbb, mənə imkan ver ki, mən sənin yolunda məscid tikdirim. Bunu danışmağımda məqsədim, vallahi hər birimiz buna nail ola bilərik, Allah and olsun deyirəm. O deyir, dama-dama bir göl olar. Bu insanda da elə olub, dama-dama göl olub. Və o insan Allah Teala dua edir və deyir ki, mən həmin o gündən sonra ki, hansı ki, niyyət etmişdim Allah üçün məscid tikdirməyə. Şərt deyir ki, 1000 nəfərli, 10.000 nəfərli məscid tikdirəsən, 100 nəfərli də tikdirəsən məsciddir. Deyir ki, hər gün özümə söz verdim ki, ən minimum, ən aşağı, yəni bir şeylə qənaətləşəcəm. Yeməyin ən yaxşısını almayacam, ən aşağısını alacam. Geyimin ən yaxşısını almayacam, ortadan da aşağısını alacam. Hətta deyir, gəlirdi dönərxananın qabağından keçəndə, necə biz də insanıq da, cavanıq. Dönərin qabağından keçən toxuq, yeməyimi yemişik. Amma istərsən insanın nəfsi çəkir də. Çıxardırsan, 2 manat verirsən, o dönərdən alırsan, yiyirsən. O insan bir cibindən, sağ cibindən o pulu çıxardardı ki, o dönəri almağa, deyərdi ki, elə zənn et ki, yedim. Pulu alardı, qoyardı bu buru cibinə. Bu insan bu minvalla illər ötür, Allah üçün bir məscid tikdirir. Allah Teala ona o duasını qəbul edir, o insan məscid tikdirir və o adın məscidin də deyirlər, Türkiyədə həmin o məscidin adı da elədir. Sanki yedim. Adını da elə qoyub o məscidin. Sanki doydum. Və Allaha and olsun deyirəm, vallahi bu günləri sözsüz ki, həccə getmək hər birimizə ağır gəlir. Düşünürük ki, 4000 manat mən pul verməliyəm samolyotla getməyə. Amma Allaha and olsun ki, sən hər ay 20 manatdan, 50 manatdan atsan qabağı, vallahi ki, sən 2 ildən, 3 ildən sonra gedəcəksən həccə. Sözsüz ki, bu birdən olmayacaq axı. Lakin xırda Allah Teala sənin malına da bərəkət edir. Çünki sənin niyyətin salihdir. O Allahdan istəyəcəksən, Allah Teala da o malına, mülküyə bərəkət verəcək. Bir də görəcəksən 2 ildən sonra, 3 ildən sonra doğrudan da sən getdin həccə. Bu günləri o 4000 manat bizim gözümüzə durub, bəli, yekə görsənir. Amma hər ay 20 manat, 30 manat kənara atmağına vallahidir 2 ildən, 3 ildən sonra görəcəksən ki, həqiqətən sənin o həccə getməyin də alındı. Ona görə də heç kəs düşünməməlidir ki, mən gərək varlı olum, nə isə eləyim Allahın yolunda. İnsan xırda, yəni Allah Subhanahu Taala'nın izni ilə o şeylərin nail ola bilər. İstəsə. Sözsüz ki, insan istədiyi də Allah Teala ona da verir. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Allahdan hər bir şeyinizi istəyin. Hətta ayaqqabınızın bağını belə Allahdan diləyin. Ona görə də Allah yolunda sərf etməkdə, Allah yolunu xərclətməkdə simiclik, paxıllıq etməməli. Allahın yolunda sərf etməyə çalışmalıyıq. Nə qədər Allah yolunu sərf edəcəksə, Allah Teala onu o qədər nə edəcək? Artıracaq. Şərt deyil ki, məscid tikdirəsən. Məscidin qulluğunda durmaq belə Allah yolunda sədəqədir. Məscidin təmizliyinə baxmaq, məscidi pilisoslamaq, süpürmək, hətta ayaq yolunusunu belə təmizləmək belə. Vallahi ki, onun qiyamət gün savablarını yığıb-yığışdıra bilməyəcəksiniz. Və Allah and olsun, bu belədir. Peyğəmbər sallallahu əleyhi və səlləm dövründə bir qara dərili bir qadın olur. Bilirsiniz ki, o məscidin təmizliyinə baxardı Peyğəmbər sallallahu əleyhi və səlləm məscidinin. Hətta bir günləri Peyğəmbər sallallahu əleyhi və səlləm gecə ikən həmin o qadın dünyasını dəyişir. Sahabələr Peyğəmbər sallallahu əleyhi və səlləmi narahat etməmək üçün aparırlar o qadını, gecə ikən dəfn edirlər. Hətta səhər Rasulullah sallallahu əleyhi və səlləm duranda görür o qadın yoxdur. Soruşur, deyir, hardadır o qadın? Niyə yoxdur məsciddə? Deyirlər ki, ya Rasul, gecə dünyasını dəyişmişdi. Biz səni əziyyət verməmək üçün apardıq, onu dəfn etdik. Peyğəmbər sallallahu əleyhi və səlləm qəzəbləndi, deyir, aparın məni onun qəbrinin üstünə. Aparırlar, dayanır, cənazəni qılır və deyir ki, indi Allah Teala deyir, onun qəbrini mənim bu namazımla işıqlandırdı, nurlandırdı, deyir. O qadın məscidin təmizliyinə baxırdı. Adi bir şeydir. Sübh namazından sonra, məsciddə heç kəs olmayanda pilisosu alırsan əlivə, başlayırsan məscidi təmizləməyə. Bir qardaşımız danışır ki, Dubaydaydıq. Deyir ki, qardaşlarla deyir, bir məscidin yanından keçəndə gördü, bir maşındır yanıb yolun kənarında. Bəlkə də yarım milyondan çox qiyməti var idi o maşın. Və qardaşlarla başladı o maşının şəklini çəkməyə ki, bu necə gözəl maşındır, necə bahalı maşın. Mən də deyir, qardaş deyir ki, mən də çöndüm, getdim məscidə ki, ayaq yoluna deyim, dəstəmaz alım, çıxım, qayıdım, gəlim.
Düşdüm məscidin aşağısına, gördüm bir dənə yaşlı qoca kişi məscidin tualetini təmizləyir. Yuyur, süpürür, təmizləyir oraları. Çöndüm, girdim, çıxdım ayaq yolundan, dəstəmazımı aldım. Dəstəmazımı alandan sonra həmin o kişi gördüm ki, oraları təmizləyir. Çıxartdım, cibimdə biraz pul var idi. Sədəqə olmaq üçün qoydum onu, qoymaq istədim cibinə və əli ilə vurdu məni belə. Əli ilə vurdu və başladı mənə ərəb dilində nəsə deməyə. Mən də çox pis oldum ki, mən neynədim ki? Yəni ki, sənə pul verirdim ki, köməklik üçün sən mənə beləncə etdin. Və qardaş deyir, çıxmışam, deyir, başımı salmışam, bu kör peşman deyir, fikirləşə gəlirəm bu qardaşlara tərəf, qardaşlar da dayanmadı. Bir də görürəm ki, məndən qabaq həmin o qoca kişi gəldi, həmin maşını açdı, oturdu o maşından çıxdı, getdi. Subhanallah. Heç gör, bizdə kimsə belə bir şey edərmi? Özünü sındırmaqdır Allahın qarşısında. Yəni, mənim o boyda maşınım olsa da mən adi bir insanam da, qulam. Mənim səndən heç bir fərqim yoxdur, heç üstünlüyüm yoxdur. Üstünlük ancaq Allah subhanahu təqvadadır, Allah qorxusundadır. Hər bir mömin, müsəlman bunu edə bilər. O cənnətini qazanmaq üçün. Bu qədər qardaşlar. Allah subhanahu dua edirəm ki, Allah Taala bizləri onun yolunda simizlikdən, paxıllıqdan uzaq olaraq sərf edən qullarına etsin. Dua edirəm ki, Allah Taala bizlərin hər birini fitnədən və əhlindən qorusun və yalnız müsəlman olaraq bu dünyadan köçsün inşallah. Subhanəkə Allahumma və bihamdik, əşhədu ən la ilahə illə əntə, əstəğfiruka və etûbu ileyk.